Qoç bürcü, dərhal tapşırıqlara diqqət yetirmək çətin olacaq. Xüsusilə günün ilk yarısında diqqətiniz yayınacaq. Üstəlik, tanıdığınız birinin köməyə ehtiyacı ola bilər və bunu təmin etmək üçün planlarınızı tənzimləməli olacaqsınız. Ulduzlar mümkün olduqda təlaş və qarışıqlıqdan qaçınmağı və hər şeyi birdən həll etməyə çalışmamağı məsləhət görür. Bunun əvəzinə ardıcıl olaraq hərəkətə keçin, çünki bu, enerjiyə qənaət etməyə və ən azı ən vacib layihələri başa çatdırmağa kömək edəcək. Ətrafınızdakı insanlar həyatınızda xüsusilə aktiv olacaq. İstənməyən məsləhətlər verəcək, çoxlu suallar verəcək və ya şübhəli təkliflər verəcəklər. Bu, günün ilk yarısında sizi bıcıqlandıra bilər. Amma sonradan bu vəziyyəti öz xeyrinizə necə çevirəcəyinizi anlayacaqsınız. Hər halda sərt ifadələrdən çəkinməyə çalışın. Onlar həlli çətin olacaq münaqişəyə səbəb ola bilər. Günün ikinci yarısı şəxsi münasibətlər üçün xüsusilə əlverişli olacaq. Qoç bürcü sevənləri diqqət əlamətləri, sürprizlər, etiraflar və ya çoxdan arzuladıkları təkliflər gözləyə bilərlər. Boğa bürcü, bacarıqlarınızı dəqiq qiymətləndirmək və özünüzdən və ya başqalarından qeyri-mümkün olanı tələb etməmək vacibdir. Səy göstərməyə hazır deyilsinizsə, asan bir qələbə və ya böyük bir uğur gözləmək səhv olardı. Tez hərəkət etməkdə qərarlı olacaqsınız. Amma əsassız nikbinlik və həddindən artıq özünə inam kiçik səhvlərə səbəb ola bilər. Daha ölçülü bir temp götürməyə çalışan buğa, utandırıcı səhvlərdən qaçınacaq. Hər şeyi vaxtında yoxlayacaq və məlumatlı qərarlar verəcək. Bu bürcün nümayəndələri günün qalan hissəsində nüfuzlarını qoruyub saxlaya və çətin vəziyyətlərdən qaça biləcəklər. Bugünün hadisələri sizi yalnız planlarınızı düzəltməyə deyil, həm də tanış şeylərə yeni baxışla baxmağa məcbur edə bilər. Etibarlı, lakin köhnəlmiş metodlardan yenilərinə keçmək faydalı olacaq. Bu, irəliyə doğru mühüm bir addım atmağa və sizi çoxdan ilhamlandıran bir məqsədə yaxınlaşmağa imkan verəcək. Xoş görüşlər ehtimal olunur. Peşəkar tədbirdə tanışlıq və ya təsadüfi söhbət maraqlı fikirlər oyada və irəliyə doğru yol göstərə bilər. Dostluq və ya romantik münasibətlərin başlanğıcı mümkündür. Əkizlər bürcü, tez hərəkət etmək istəyəcəksiniz və şərait ən əlverişli olacaq. İntuisiyanız sizə əvvəllər çox çətin və ya çox riskli görünən işləri görməyin vaxtının çatdığını deyəcək. Vəziyyəti tez bir zamanda qiymətləndirə, düzgün hədəfi seçə və ona doğru irəliləməyə başlaya biləcəksiniz. Yeni iş layihələri üzərində işləməyə başlaya bilərsiniz. Məsuliyyət götürməkdən çəkinməyəcəksiniz və kömək edə biləcək insanları toplamaq və ilhamlandırmağın yollarını tapacaqsınız. Xüsusilə cəsarət, sürət və aydın məqsəd hissi tələb edən layihələrdə uğurlu olacaqsınız. Uğurlu maliyyə qərarları mümkündür. Gəlirli imkanlar kəşf edəcək, daha yaxşı şərtlər barədə danışıqlar aparacaq və faydalı ola biləcək hər şeyi əldən verməyəcəksiniz. Romantik sahədə təşəbbüs göstərmək fürsətini əldən verməyin. Cəlb etdiyiniz birinə doğru addım ata, onu görüşə dəvət edə və ya nəsə təklif edə bilərsiniz. Qeyri-adi görüşlər də mümkündür ki, bunlardan biri cəlbedici münasibətə səbəb ola bilər. Taleyüklü görüşlərin ehtimalı xüsusilə günortadan sonra yüksəkdir. Xərçəng bürcü, heç bir gözlənilməz hadisə sizi yoldan çıxarmayacaq və ya planlarınızı pozmayacaq. Xərçənglər hər şeyə hazır olacaq, yeni şəraitdən çaşmayacaq və minimal məlumatla belə düzgün qərar verə biləcəklər. Artıq tanış olanlara tamamilə yeni tapşırıqlar və çətinliklər əlavə oluna bilər və siz onların öhdəsindən yaxşı gələcəksiniz. Bu yaxınlarda tanış olduğunuz insanlar bu işdə sizə kömək edəcəklər. Bu, uzun və məhsuldar bir tərəfdaşlığın başlanğıcı ola bilər. Bəzi xərçənglər üçün bugün peşəkar həyatlarında nəzərə çarpacaq dərəcədə yaxşılığa doğru dəyişikliklər gətirəcək. Bəziləri imtina etmək istəməyəcəkləri təkliflər alacaq. Digərləri isə mənfəət vəd edən ideyalar irəli sürəcəklər. Maliyyə məsələlərini konstruktiv şəkildə qiymətləndirə, danışıqlarda irəliləyiş əldə edə və qarşıdakı aylar üçün xərcləri planlaşdıra biləcəksiniz. Yaxınlarınıza diqqət yetirmək və xüsusilə əziz tutduğunuz insanlara qayğı göstərmək imkanınız olacaq. Günortadan sonra bəzi əyləncəli fəaliyyətlər planlaşdıra bilərsiniz. Amma ən yaxşısı onların çox uzun sürməməsidir. Şir bürcü, ətrafınızda nə baş verirsə versin, sakit qalın və əsəbiləşməyin. Özünüzü idarə etmək və emosiyalarınıza qapılmamaq bacarığı hər hansı bir çətinliyin öhdəsindən gəlməyə və səhvlərdən qaçınmağa kömək edəcək.
Həmçinin vacib şeylərə dərhal üstünlük vermək, xırda şeylərə diqqətinizi yayındırmamaq və heç kimin yolundan getməmək faydalıdır. Bütün şirlə həmkarları ilə mübahisələrdən qaça bilməyəcək. Bu, xüsusilə böyük komandalarda işləyən və daim fərqli insanlarla ortaq dil tapmalı olanlar üçün çətin olacaq. Təsdiqlənməmiş məlumatları paylaşmamağa və şübhəli şəxslərdən uzaq durmağa çalışın. Ayrı seçkilik etməyən təmaslar işə qeyri-ciddi yanaşma və hətta diqqətsizlik nüfuzunuza mənfi təsir göstərə bilər və bugün xüsusilə diqqətlə qorunmalı olduğunuz bir şeydir. İşgüzar və şəxsi münasibətləri qarışdırmamaq vacibdir. Dostlarınız və ya ailənizlə hər hansı bir biznes layihəsinə başlamaq qətiyyən yaxşı fikir deyil. Eyni zamanda iş məsələlərini evdə müzakirə etmək də məsləhət deyil. Axşam tədbirləri bir çox narahatlığı müvəqqəti olaraq unutmağınıza kömək edəcək. Xoş xəbərlər, xoş görüşlər və çox cəlbedici təkliflər ehtimal olunur. Sonra, Əliz bürcü. Planlaşdırılmamış görüşlər də daxil olmaqla bir çox görüş və söhbətlər olacaq. Unutmamağa, qarışdırmamağa və ya heç nəyi itirməməyə çalışaraq, adi haldan daha tez-tez müxtəlif tapşırıqlar arasında keçid etməli olacaqsınız. Bu yorucu olacaq. Bir çox qız bürcünün adi haldan daha əsəbi olması təəccüblü deyil. Bu səbəbdən bəzən başqaları ilə ortaq dil tapmazda çətinlik çəkəcəklər. Uzun müddətdir davam edən fikir ayrılıqları şiddətlənə bilər və həm işdə, həm də evdə mübahisələr yarana bilər. Lakin dostcasına və dinç bir davranış saxlasanız, bir çox gərgin anlar təbii olaraq aradan qalxacaq. Çoxdan həll etdiyinizi düşündüyünüz bəzi köhnə məsələləri və ya problemləri yenidən nəzərdən keçirməli ola bilərsiniz. Səbirli və ardıcıl olsanız, detallara diqqət yetirsəniz və köhnə səhvləri təkrarlamasanız, onların öhdəsindən daha yaxşı gələcəksiniz. Axşam ailə tədbirləri və yaxınlarınızla ünsiyyət üçün əlverişlidir. Planları müzakirə edə, vacib məsələlərdə razılığa gələ və vəziyyəti aydınlaşdıracaq bir şey öyrənə biləcəksiniz. Son zamanlar çatışmayan aydınlıq geri dönəcək və anlaşılmazlıqlar geridə qalacaq. Tərəzi bürcü, əla ideyalar ortaya çıxacaq və demək olar ki, dərhal onları həyata keçirməyə başlamaq üçün fürsət tapacaqsınız. Düzdür, bəzi güzəştlərə getməli və ən iddialı planlarınızı təxirə salmalı olacaqsınız, amma yenə də vacib ilk addımları atacaqsınız. Vaxtında çeviklik, həmkarlarınız və işgüzar tərəfdaşlarınızla yaxşı münasibətlərinizi qorumağa və rəhbərliklə ciddi fikir ayrılıqlarından qaçınmağa kömək edəcək. İş dəyişikliyi və ya uzunmüddətli tərəfdaşlığın başlanğıcı ilə bağlı təkliflər ehtimal olunur. Dəyişikliyə hazır olan tərəzilər üçün çox cəlbedici perspektivlər açılacaq. Bununla belə, unutmayın ki, yeni bir işdə uğur qazanmaq asan olmayacaq. Məsuliyyətləriniz artacaq, ancaq səylərinizlə nəticələr arasında birbaşa əlaqə görəcəksiniz. Gəliriniz artacaq, nüfuzunuz da artacaq. Günortadan sonra əvvəllər başladığınız işləri tamamlamaq və irəliləyişi yekunlaşdırmaq üçün əlverişlidir. Bu həmçinin qeyri-rəsmi ünsiyyət, dostlarla görüşmək və qohumları ziyarət etmək üçün əlverişli zamandır. Həmçinin köhnə əlaqələri yeniləmək və mübahisə etdiyiniz insanlarla barışmaq üçün də yaxşı gündür. Əqrəb bürcü, sakitliyi qorumaq vacibdir. Bugün asan gün deyil. Bir çox ziddiyyətli emosiyalar gətirə bilər və əgər hər şeydə onların sizə yol göstərməsinə icazə versəniz, axmaq səhvlər etmək riskiniz var. Tez hərəkət etməyə və istədiklərini etməyə öyrəşmiş əqrəblər xüsusilə diqqətli olmalıdırlar. Bugün bu bürcün nümayəndələri çox şeyi riskə ataraq ciddi səhv etmək riski daşıyırlar. Hər hansı bir vacib addım atmazdan əvvəl fasilə verin. Vəziyyəti düşünmək üçün özünüzə vaxt verin və müxtəlif ssenariləri qiymətləndirin. Həmkarlarınız və ya rəhbərliklə fikir ayrılıqları mümkündür. Konstruktiv münasibət saxlasanız və şəxsi hücumlardan qaçınsanız, nəinki işləri yoluna qoya, həm də öz mövqeyinizi sübut edə biləcəksiniz. Əvvəlki razılaşmaları unutmayın. Bugün vədinizi yerinə yetirməsəniz, bu nüfuzunuza mənfi təsir göstərə bilər. Böyük alış-verişlərə və ya vacib maliyyə qərarlarına tələsməmək yaxşıdır. Ağlına gələn ilk fikirlərin uğurlu olma ehtimalı azdır. Vatan bürcü, gün olduqca gərgin olacaq. Yeni çətinliklər, dərhal həll ələb edən məsələlər və tez bir zamanda həll etməyi gözlədiyiniz məsələlərdə gözlənilməz gecikmələr gətirə bilər. Kiçik anlaşılmazlıqlar, qarışıqlıq və sənədləşmə işlərində qıcıqlandırıcı, lakin kiçik səhvlər də mümkündür. Bunu çox ciddiyə almamağa çalışın. Yadda saxlamaq vacibdir.
Həqiqətən vacib məsələlərdə istədiyiniz nəticələrə nail olacaqsınız və kiçik səhvlər tez bir zamanda düzəldilə bilər. Xüsusilə günorta saatlarında emosiyalarınızı nəzarətdə saxlamaq çətin olacaq. Həmkarların və rəhbərliyin davranışı bir çox Oğlaq bürcünü qıcıqlandıracaq. Lakin münaqişələrə səbəb olmamaq vacibdir. Ona görə də vəziyyəti sakit və aydın şəkildə izah etməyə çalışın. Normal iş atmosferini qorumağa kömək edəcək. Axşam sevdiklərinizlə ünsiyyət qurmaq üçün idealdır. Bu zaman bir-birinizi daha aydın eşidə biləcəksiniz və fikir ayrılığı yaranarsa, hər kəs üçün uyğun bir həll yolu tapa biləcəksiniz. Sevdiyiniz insanla birlikdə gələcəklə bağlı bəzi vacib qərarlar qəbul etməyiniz mümkündür. Oğlaq bürcü gün olduqca gərgin olacaq. Yeni çətinliklər, dərhal həll tələb edən məsələlər və tez bir zamanda həll etməyi gözlədiyiniz məsələlərdə gözlənilməz gecikmələr getirə bilər. Kiçik anlaşılmazlıqlar, qarışıqlıq və sənədləşmə işlərində qıcıqlandırıcı, lakin kiçik səhvlər də mümkündür. Bunu çox ciddiyə almamağa çalışın. Yadda saxlamaq vacibdir. Həqiqətən vacib məsələlərdə istədiyiniz nəticələrə nail olacaqsınız və kiçik səhvlər tez bir zamanda düzəldilə bilər. Xüsusilə günorta saatlarında emosiyalarınızı nəzarətdə saxlamaq çətin olacaq. Həmkarların və rəhbərliyin davranışı bir çox Oğlaq bürcünü qıcıqlandıracaq. Lakin münaqişələrə səbəb olmamaq vacibdir. Ona görə də vəziyyəti sakit və aydın şəkildə izah etməyə çalışın. Təmkinliliyiniz normal iş atmosferini qorumağa kömək edəcək. Axşam sevdiklerinizlə ünsiyyət qurmaq üçün idealdır. Bu zaman bir-birinizi daha aydın eşidə biləcəksiniz və fikir ayrılığı yaranarsa, hər kəs üçün uyğun bir həll yolu tapa biləcəksiniz. Sevdiyiniz insanla birlikdə gələcəklə bağlı bəzi vacib qərarlar qəbul etməyiniz mümkündür. Dolça bürcü, başqalarına qarşı yumşaq olmağa çalışın və hər kəsin sizin yüksək standartlarınıza mükəmməl cavab verməsini gözləməyin. Bugün başqalarının səhvlərini həmişəkindən daha tez-tez görəcəksiniz. Bununla belə, xüsusilə də iş yerində mehriban atmosferi qorumalım və münaqişələrə vaxt və enerji sərf etməməyin vacib olduğu yerlərdə tənqidi qeydlərdən və istənməyən məsləhətlərdən çəkinmək daha yaxşıdır. Günün ortası məhsuldar olacaq. Bu vaxt yaradıcı yanaşma və qeyri-ənənəvi həllər tələb edən məsələlər üçün ən uyğundur. Təcrübə etməməli olduğunuz yeganə sahə maliyyedir. Pulla bağlı hər şeydə mümkün qədər mühafizəkar davranmaq, lazımsız xərclərdən və şübhəli əməliyyatlardan qaçınmaq yaxşıdır. Bu axşam Dolça bürcü üçün xoş təcrübələr və maraqlı əlaqələr vəd edir, çünki onlar bəzi əyləncə tədbirlərində iştirak edəcək və ya dostları ilə görüşəcəklər. Görüş də sizi məyus etməyəcək, xüsusən də yeni bir yerdə baş tutarsa. Sevdiyiniz insan sizi romantik bir hediyə ilə təəccübləndirəcək və siz də qarşılığında xoş bir şey etmək fürsətini əldən verməyəcəksiniz. Balıqlar bürcü, bugün baş verəcək bir çox hadisələr vacib görünəcək, amma tezliklə onların heç bir ciddi nəticəsi olmayacağı və ümumilikdə həyatınıza heç bir təsiri olmayacağı aydın olacaq. Buna görə də bir şeyin səhv getsə, çox narahat olmamağa çalışın. Həmçinin mübahisə etməyə vaxt itirməyin, çünki biraz sonra ətrafınızdakılar haqlı olduğunuzu etiraf edəcəklər. İşgüzar danışıqlar yaxşı gedə bilər, amma diqqətli olmalısınız. Əgər onları yerinə yetirə biləcəyinizə ən kiçik bir şübhəniz varsa, çox öhdəlik götürməyin və ya vəd verməyin. Aldığınız təkliflər nə qədər cəlbedici olsa da, onları diqqətlə nəzərdən keçirin və son qərar verməzdən əvvəl mümkün qədər çox məlumat toplamağa çalışın. Tez-tez ictimaiyyətin diqqət mərkəzində olan və diqqəti cəlb edən balıqlar xüsusilə diqqətli olmalıdırlar. Bu bürc nümayəndələrinin hətta kiçik səhvləri belə diqqətdən kənarda qalmayacaq. Şəxsi münasibətlərdə müsbət tendensiyaların təsiri xüsusilə nəzərə çarpacaq. Bunu həm uzun müddətli sevdiyi insanla birlikdə olan balıqlar, həm də yeni tanışlıqlara və romantik maraqlara açıq olan bu bürc nümayəndələri fərq edəcəklər.